qədər əvvəl bir izləyicimiz ünvanlamışdı Ahmet. Sabah pulla bağlamışdı hər şeyi. Əgər hər şey pulla bağlı olsaydı, məncə bugün ən böyük nəticələr Neftçinin adı ilə bağlı olmalıdır. Ötən mövsüm, ondan əvvəlki mövsümdə ən çox maaş büdcəsi Neftçidə olub. Mən Neftçidən qaçıram. Ən böyük maaş büdcəsi. Yox, indi biz arqumentləri əsaslı gətirməliyik ki, yəni hər şey pulla həll olunmur. Yox, o mütləq olmalı. Gəl belə etiraf eləyək. Sözün açığı, Dinamo'nun nə komanda olduğunu biz ikinci oyunda rahatlıqla gördük. Səhv eləmirəmsə qapıya bir zərbələr var idi. Dinamo yoxsa CSKA? Dinamo Minsk, Neftçi məğlub. Yəni nə komanda olduğunu biz gördük. Neftçi Dinamo keçməkdə borclu idi. Bunu da razılaşırıq. Amma o nə oldusa o oyunda, ilk Bakıdakı oyunda. Yəni sözün açığı heç kim başa düşmədi. Yəni necə desəm deyim, o belə oyunları bəlkə də illərdir, 10 ildə, 20 ildə bir dəfə olar. Amma belə deyək də, Neftçi Dinamo'dan hal-hazırdakı durumunda belə açıq-aşkar üstün komandaydı. Hətta mən sənə deyim, çox üstün komandaydı. Yəni Neftçi mərhələni keçməli idi. İkinci oyunda göstərdi ki, bizə həqiqətən də Neftçi Dinamo Neftçi rəqibi deyil. Amma belə bir yadıma gəlir, son verilişimizdə mən demişdim ki, hiss edirəm ki, bütün komandalarımız keçəcək mərhələni. Oyun olaraq hər 4 komandamızda üçü məğlub oldu, biri keçdi mərhələni. Amma oyun olaraq 3-4'ü də rəqibdən üstün idi. Bəli. Yəni burada bir şanssızlıq da var, gəl etiraf eləyək. Təbii. Yəni bunu da qeyd eləməliyik. Bu da futbolun bir parçasıdır. Yəni bu şanssızlıq həqiqi mənada var idi. Yəni Zirənin özünü götürək, üz üstə falan var. Nə qədər boş qapıya vura bilmədilər? Zirə bir mənalı şanssızlığın qurbanı oldu. Yəni hər iki oyunda adamlar çox sayılı hücumlar oldu. Neftçi amma ilk oyunda öz etdiyi səhvlərin qurbanına çevrildi. Yəni buradan deyiləcək bir söz yoxdur, təəssüf. Təbii ki, Sabah da zamanında böyük pullar xərcləyib, uğursuz olduğu illər az olmayıb, uğursuz məhdcilər, uğursuz futbolçu seçimləri çox olub, zamanda tənqid etmişik. Amma bugün atılan addımlar uğurludursa, özünü doğruldursa, təbii ki, biz tənqid etməyə bacardığımız kimi təqdir olunmasını da bilirik.